Bəli, dəyərli izləyicilərimiz, Kristal Abşeronun bu binasında, bax görürsüz həyəti badasını. Çox genişdir. Bir dənə buna bax. Gözəllikdir bax. Super bina binasını sizə dövlət ipotekasına yararlı sənədi kupça olan, kupçası hazır əldə, evin içi də full dolu əşyalı mənzil çəkib təqdim edəcəm. Mənzilimizə keçid edirik. Allah alana da, satana da xeyir versin. Gəlib çıxmışıq bu gözəl mənzilə. Gözəl mənzilimiz Kristal Abşeron 2-də yerləşir. Sürət qatarının yanında super bir mənzil. Dövlət ipotekasına yararlıdır. Bir dənə mənzil təqdimatını eləyək. Video sırasında mən deyəcəm nə var, nə yox. Qiyməti də yaxşıdır, yeri də lap əladır. Bura mənzilin qonaq otağıdır. Bir dənə qardaş, göstər qonaq otağını ümumi. Qonaq otağının pəncərəsindən baxanda birbaşa görsənir Kristal Abşeronun həyəti. Geniş həyəti badası o tərəfdə göstər. Bax o tərəf. Bax, gördün? Hə. Geniş həyəti badası var. Künc divanı, stol stulu, sonra tweet senti, hər şey mövcuddur. Yerləri də bambukdur. Parket laminat deyil. Ən bahalısı bambukdur. Burada evin yataq otağıdır. Geniş bir dənə yataq otağı var. Qəşəng səliqəli pərdəsi, lüstrü, kombisi. Bir dənə fırlan ümumi yataq otağını da göstər. Tam olaraq müştərilərimiz görsün ki, hər şey vardı evin içərisində. Burada alıb bu evi yaşamıram, kirayə verirəm desən, 550 manata, 500 manata rahatsına kirayə verə bilərsən. Qanuni iki otaqlı sürət qatarının yanında. Bura bahalı yerdir, qardaş. Aşağıdan da gəldi. Hə, aç, nə vurdum, açdım, gəldim günün evi içərisinə. Hamam ayaqqabısı, duş kabini zadı hər şey mövcuddur. Və burada da yerləşir evin mətbəx hissəsi. Qazı, aspiratoru, moykası, soyuducusu, paltar yuyanı hamısı mövcuddur. Mətbəx mövcudunun yarı hissəsi də bu tərəfdə yığılıb. Qudumanı, stolsu. Və buradan da balkona çıxmaq üçün yerdir. Kristal Abşeronun həyətidir, kombisidir. Yerində qazı, suyu, işığı, yeraltı, yerüstü dayanacağı. Bu da Kristal Abşeronun həyəti. Sağ tərəf isə bir dənə göstərir orada. Sürət qatarı olan yerdir. Qanuni iki otaqdır. Sənədi kupçası. Kupçası hazır əldədir. Dövlət ipotekasına da yararlıdır. Bax, qardaş, 137 minlik də desən, hə? 137 min manata təyin edilib. Real alırsansa gəl evin yarısından söhbət eləyəcəyik. Aşağı yuxarı danışıb alarıq. Sağ olun, salamat qalın.